Rivayətdə gəlib ki, Həzrət İmam Rıza əleyhissalam istəyirdi yemək yesin, qulları, füqəranı yığardı başına. Oturardı onlarla bir süfrəyə. Təsəvvür, ağa istəyir yemək yesin. Qulları çağırır. Nökərlər, qullar, xidmətçilərlə oturur süfrəyə. Bir nəfər dedi, həmişə belə insanlar olub o. Ya Ali ibn Musa Rıza, bu iş sizin üçün yaxşıdır. Baxız, hansı iş? Həzrət füqəra ilə, qullarla bir süfrədə otururdu, yemək yeyirdi. Deyir ki, bu iş sizin üçün yaxşıdır. Nə üçün siz füqəra ilə bir süfrədə oturursunuz? Qullarla bir süfrədə oturursan, bu yaxşı haldır. Baxın, Həzrətdən nöqsan tuturdu və güya ürəyi istəyir, güya Həzrət bilmir fərzəndə. Həzrətin məqamı var. Füqəra ilə bir süfrədə, qullarla bir süfrədə. Həzrət görün nə buyurur? Həzrət buyurdu ki, hamının Rəbbi Allahı birdir. Hamımızın Rəbbimiz birdir. Allah bir. Hamımız Həzrəti Adəmin övladları yox. Və sonra buyur əsas məsələni. İnsanların dərəcələri təqva ilə seçilir, fərqlənir. Həzrət başa salır. Siz elə bilirsiniz ki, Allah yanında dərəcə, məqam kimin qul olmağı ilə, ya kimin padişah olmağı ilə, kimin varlı, kasıb, vəzifəli, vəzifəsiz, hansısa bir qəbilədən olub olmamağı ilə bu dünyəvi məsələlərlə fərqlənir. İnsan əgər quldursa Allah yanında əzizdir, ya kasıbdırsa əzizdir.